Atropatena dövləti, Albaniya dövlətinə daha doğrusu. 7-ci əsrin əvvəllərində nə demişdik? Azərbaycanın şimal ərazisi İşquz, yəni İskit, Sak dövlətinin tərkibində olmuşdu. Nə vaxt olmuşdu dedik? Eradan əvvəl 7-ci əsrdə. Hansı hissəsi Azərbaycanın şimal hissəsi, yaxşımı? Və Cənubi Qafqaz ərazisində yaranmış ilk, belə deyək də, dövlətlərdən biri olmuşdu. Herodot deyirdi ki, bunlar heyvandarlıqla məşğul olur. Məsəl üçün, biz Skolati, bax, bu İskitlər özlərini necə adlandırmışdı? Skolati. Bunu çəkim ki, uşaqlar da baxar. İskit dilində Sak elatı deməkdir, fikir verirsən? Yəni, İşquz dövləti süqut etdikdən sonra biz bilirik ki, fikir verirsən, onun ərazisində Midiya, sonrası Əhəmənlərdə, Midiya 672-dən 550-yə, 550-dən də 330-a qədər hansı dövlət olmuşdu? Əhəmən imperiyasının tərkibində. Və bilirik ki, yəni qoyun yazın, uşaqlar da görsün. Nə cür dedim? 672-dən 550-yə qədər kim olur? Midiya. Sonra eradan əvvəl 550-dən 330-a qədər kim olacaq? Əhəmənlərin tərkibində. Yaxşımı? Eradan əvvəl də 330-dan düşürük, Makedoniyalı İskəndər Tağdam imperiyası süqut elədi. İmperiya süqut elədi 3 yerə. MS, Misir, Mesopotam, Misir, Makedoniya və Sura padşahlarına parçalanır. Yəni biz də düşürük. Ondan sonra biz deyəcəyik imperiyasına son qoyulandan sonra, imperiya dağılandan sonra Azərbaycanın şimalında hansı dövlət yaranmışdı? Azərbaycanın şimalında Albaniya dövləti, yaxşımı? Cənubda isə yaranmışdı hansı dövlətimiz? Atropatena. Şimalında Albaniya, cənubda isə Atropatena dövlətimiz yaranmışdı. Yəni Albaniya bir sözlə bax fikir verir, dövlətçilik ənənələri baxımından İşquz şahlığının varisidir. Yaxşımı? Sonra gəldik nəyə? İndi gəldik dövlətin yaranmasına. Baxırıq nəyə? Deməli, Şimali Azərbaycanın Kürvarat çayları arasında biz dedik 7-ci əsrdə İskit, yəni İşquz dövlətin tərkibində olur. Sonra nə dedik? Yenə təkrar elə. 6-4-cü əsrlərdə Midiyanın bayaq yazdığımı soruşuram, sonra Əhəmənlərin bunları bildik də, yaxşımı? Əhəməni dövründə Şimali Azərbaycan sinifli cəmiyyətin yaranması sürətləndi. Niyə? Səbəb nə idi? Maliyyə vergi sistemi ola bilər, iri yaşayış məskənləri ola bilər, ticarət ala, maliyyə vergi, ticarət hamısı bir-biri ilə bağlıdır da, yaxşımı? Sonra bizi Makedoniyalı imperiyası parçalandı. Azərbaycanın şimalında Atropatena, Albaniya, cənubunda isə Atropatena, bir də ki, Selevkiləri götürə bilərik. Aydındır? İndi gəlirik nəyə? Albaniya dövləti yaranır eradan əvvəl 4-cü əsrdən. Deyəcəyim ki, bizim Eranın 705-ci ilinə qədər mövcud olmuşdu. Yaxşı. Albaniya dövləti haqqında sonra nələri məlumat verə bilərik? Biz ərazisi. Baxırıq ərazisinə, fikir ver əraziyə. Albaniyanın ərazisi hansı? İndiki Azərbaycan Respublikasının ərazisidir. Deməli nə? Şimalda bəli, yuxarı biz bilirik ki, yuxarı isə şimalda Qafqaz dağlarıdır. Cənubda xəritədə fikir verirsən, Atropatena idi, aydındır. Sonra şərqdə Xəzər dənizi görürük, şərq Xəzər dənizi. Qərbdə isə Göyçə gölü də burada ox işarəsinə oxşuyur. Qərbdə isə Göyçə gölünə qədər olan əraziləri əhatə etmişdi. Azərbaycan Respublikasının ərazisi, Qərbi Azərbaycan, yəni indiki Ermənistan, Dağıstanın cənub rayonlarını, Gürcüstanın da Alazan, Qanıq ərazilərini indiki Gürcüstanın şərqi düşür də əhatə eləmişdi. Yaxşımı? Albaniya dövləti haqqında nəyi deyə bilərik? Albaniya dövləti haqqında bax, ərazisində yaşayan ən böyük, belə deyək də, məntəqələr olmuşdu, ərazilər olmuşdu, vilayətlər olmuşdu. Albaniyanın ictimai quruluşundan nə danışa bilərik? Gəl birlikdə baxaq. Albaniya ictimai quruluşuna görə bizcə nə ola bilər? Məsəl üçün, quldar idi da monarxiya. Necə dövlətdir? Quldar, mərkəzləşmiş monarxiya. Aydındır? Dövlətin ərazisi nəyə bölünər? Vilayətə. Yaxşı, dövlətin paytaxtı haraydı? Albaniya dövlətinin paytaxtı Qəbələ. Aydındır? Qəbələ. Hökmdar idarə edirdi. Hökmdar dövlətin başında durur, bəli, başçısıdır. Hakimlər hökmdar tərəfindən yerli tayfalardan təyin olunur. Necə ki, bizim anlada nə dedik? Mərkəzləşmiş dövlət idi də, İranzun vaxtında 8-ci əsrin ikinci yarısı bu deyil. Müharibə zamanı idarə etdiyi vilayətlər nə edirdi? Buna qüvvə verəcək, hərbi qüvvələr, orduzat və Alban hökmdarı çağırış eləsə, bunlar öz ordularından onun sırasına qoşulurdu. Belə deyim ki, Alban amma ordu söhbətində olsun deyim, belə işğalçı dövlət olmayıb ha. Yəni Albanlar belə işğalçılıq söhbəti o qədər olmayıb. İndi antik dövr müəllifləri var idi. Dion Kassi, Plutarxın məlumatında görünürdü ki, Albaniya ordusu kim başçılıq eləmişdi? Deyir ki, Romalılar bura yürüş eləyəndə Pompeyin vaxtında Oroyus başçılıq eləmişdi. Yaxşımı? Sonra gəldik nəyə? Albaniyada gəl pullardan danışaq. Albaniyada eradan əvvəl hələ 3-cü əsrin birinci yarısında öz pullarını kəsmişdilər. Amma əvvəllər biz Albaniyada deyəcəyik ki, Makedoniyalı İskəndərin pullarına oxşar pullardan istifadə olub. Amma kənardan gətirən pullar tələbatı ödəmədiyinə görə, yaxşımı? 3-cü əsrin birinci yarısında nə edilər? Pul kəsdirdilər. Aydındır? Mən pul kəsdirirəmsə bir dövlət olaraq bu nəyi göstərə bilər? Pul kəsdirməm göstərə bilər iqtisadi cəhətdən güclü olmağımı, yaxşımı? Pul kəsdirməm Albaniya dövlətinin müstəqil olmasını, hökmdar hakimiyyətinin də möhkəm əsaslara malik olmasını göstərə bilər. Bax, Albaniyada möhürlər var idi. Möhürlər yerli hökmdarların zəbt etdiyi pullar var idi, yaxşımı? Bax, möhürlər haqqında danışanda nəyi deyə bilərik? Qoy hələ əhalisi haqqında danışım, onlar mədəniyyətdə deyərəm.
Əhalisi Albaniyada neçə dənə tayfa var idi? 26 dənə tayfa var idi. Bax bu tayfaları biz bölürük. Qafqaz dilli, bir də ki, nə idi? Türk dilli tayfaları idi daha. Bax Qafqaz türk dilli tayfaları deyə bilərik ki, Leqlər, Albanlar, İskitlər, Kadusilər, Kaspilər, Utilər, Qarqarlar, yaxşımı? Sonra Qafqaz dilli tayfalara isə deyə bilərik Qəbələ rayonunun Niç kəndində nəyi göstərə bilərik? Udinlər. Sonra Qubaq rayonunun Xınalıq kəndində Xınalıqlar, yaxşımı? Sonra Buduq kəndində nəyi göstərə bilərik? Buduqları, həmçinin Saxurlar, İngiloylar, Qırızlar, sonra Çiçəklər var idi ki, bu tayfalarda burada yaranmış Qafqaz dilli tayfalar idi. Ümumiyyətlə bax bu tayfalar Albaniyanın qədim tayfalarının varisləri hesab olunur. İndi Albaniyanın gəldiyi ictimai-siyasi vəziyyətinə, xristianlıq və İslam dini qəbul edilənədək, bax yadında saxla. Dəfn zamanı qəbirlərə birlikdə geyim qoyurdular, qab-qacaq, əmək alətləri, silah, bəzək şeyləri qoyulurdu. Amma əhalinin varlı təbəqəsi vardı ki, onlarda isə məzarına qızıl, gümüşdən bəzək əşyaları qoyulurdu. Aydındırmı? Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini idi. Məbədin, axırıncı kahin. Yaxşımı? Məbədin kahini idi. Ay məbədinin kahini idi. Yaxşı. Və biz Albaniyada əyanlarda bir neçə qrupa bölündüyünü görəcəyik. Yəni ki, dövlət idarəçiliyində müəyyən vəzifələrdə çalışdıqlarını görürük də, yaxşı. Və quldarlıq münasibətlərinin mövcud olduğu, amma qul əməyindən o qədər də istifadə olunmamışdı. Nə Atropatenada, nə də Albaniyada. Qul əməyindən sadəcə hökmdarın, əyanların təsərrüfat saraylarında istifadə olunmuşdu. Yəni əsas sizalçı təbəqə kimi idi kəndlər. Gəldi indi təbəqələşməsinə deyənə. Başda kim duracaq? Hökmdar. Aydındır. Sonra deyəsən ki, ikinci yerdə vilayət hakimləri, din xadimləri, hərbiçilər. H hərfin götürürəm hakim, H hərfin götürürəm hərbiçi, bir də nə deyəcəyim? Din xadimləri. Yaxşımı? Birincidə kim oldu? Hökmdar. 2-də hakim, hərbiçilər, din xadimləri, 4-də də kəndli, sənətkar, bir də tacir və salam. Kənd, şəhər, tacir. Deməli Albaniya təbəqələşməsini 2 hissədən oldu, 3 hissədə böldük. Bunlar isə aydındır. Yəni Albaniyada quldarlıq münasibətlərinin mövcudluğu var, amma o dərəcədə istifadə olunmamışdı da. Yaxşı, əsasən kənd qul əməyindən hökmdarın sarayında, nə bilim, əyanların saray yaxınlarında istifadə olunmuşdu. Bax, nədən bilirik ki, maraqlı bir sual verim sizə, bunlar təbəqələşib, orada görürük ki, bunların təbəqələşdiyi. Varlıların evlərinin üstləri kirəmitlə örtülürdü. Yoxsullara məxsus evlər çiy kərpiçdən tikilirdi. Damları qamışla örtülürdü. Qəbirlərə qoyulmuş əşyalardan görə bilərik. Aydındır. Deməli, bu hökmdar, hakim, hərbiçi, din xadimləri biz göstərdik ki, bunlarda təbəqələşməni göstərir. İndi gəldik nəyə? Əhalinin sosial tərkibinə baxıram, bax fikir ver. Birinci təbəqə var, ikinci təbəqə var, üçüncü təbəqə var, bir də neçənci təbəqə var, dördüncü təbəqə. Birinci təbəqə nədir? Padşah, ordu başçısı, bir də hakim. Yaxşı. Deməli birinci təbəqə kim oldu? Padşah, ordu başçısı və hakimlər. Bəli. İkinci təbəqə kim olacaq? Din gəlir. Burada din üstündür. Sonra hərb, yaxşımı? Sonra isə təsərrüfatda işləyən adi adamlar. Təsərrüfat. Aydındır. İndi gəl mübarizəsinə baxaq. Yadellərə qarşı mübarizə. Albaniya böyük ordusu var. Əlbəttə bunu bilir. Albaniyada İskitlər kimi döyüşkən olub, mübarizə olub, qalib gəlmişlər. İndi eradan əvvəl söhbət 2-ci əsrdən gedirsə, Aralıq dənizində ən qüdrətli dövlətə çevrilmiş Roma Albaniya ərazisini, Xəzər dəniz sahillərini tutmaq istəyirdi. Deməli haranı tutmaq istəyirdi? Roma Albaniya ərazisini, bir də haranı? Xəzər dəniz sahillərini tutmaq istəyirdi. Və indi nə edir? Çünki niyə tutmaq istəyirəm? Hindistanla Qaradəniz sahilləri birləşmə. Hindistanın gözünün qarşısına gətir, bir də Qaradəniz. Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yolu buradan keçirdi. Deməli haranı dedim? Bax Hindistan görürük burdadır. Hindistanla bəli, Qaradəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək istəyir. Bax Roma da burada yerləşir. Baxın, burada yerləşir. Aydındır. İkinci əsrdə Aralıq dənizini görürük. Bəli, Aralıq dənizidir. Aralıq dənizi ən güclü dövləti də Romadır. Bunu da bilirik. Yaxşımı? Albaniya ərazisini, Xəzər dəniz sahillərini tutmaq istəyir. Bax buradan gəlir, Xəzər dəniz sahillərini tutmaq istəyir. Məqsədim isə nə dedim Salih? Qaradənizlə Hindistanı birləşdirən bəli, ticarət yollarını buradan keçirdi. İndi 2-ci əsrdə Kiçik Asiyanın çox hissəsini ələ keçirən Roma artıq nə etmişdi? Şərqdə də, biz şərqə doğru gəlir. Bunlar arasında baş verən döyüşlərə nəzər salsaq, eramızdan əvvəl 66-cı ildə, bir də eramızdan əvvəl 65-ci ildə. 66-cı uşaqlar kürlə yadda saxlayın. Bax, kür 3-3-6 eləyirmi, hə? 65-də də nə dedi? Qanıq. Qanıq da neçə sözdən ibarətdir? 5, deyəsən ki 65-dədir. Gəl 66-cı ildəki döyüşə baxaq. Roma sərkərdəsi Pompey Qafqaza gəlir, yaxşımı? Kür çayına çatır və burada düşərgə salır. 3 məntəqədə yerləşdirmişdi Pompey öz ordusunu, yaxşı? Birini özün başarırım, digərinə də öz köməkçilərim var idi, onlar başarırdı. Yürüyüş zamanı, hə, yadında qalsın, Alban hökmdarı da ora öz başçılıq edəcək. 66-cı ildə gəldim nə? 40 minlik qoşunla. Nə ilə?
Bəli, 40 minlik qoşunla hər üç düşərgəsinə eyni vaxtda hücum eləyəcəklər. Oroys Albaniya hökmdarı idi, padşahı. Romalıların hər üç düşərgəsinə eyni vaxtda hücum eləyir. Amma albanların cəsarəti, düzdür, Romalılar da heyrətə gətirmişdi. Amma buna baxmayaraq Romalılar daha yaxşı silahlanmışdı. Buna baxmayaraq Romalılar daha çox təcrübəyə malik idi. Nəysə, albanların ciddi müqavimətini görən Pompey Oroysla nədir? Saziş bağlayır da, gedir İberiya, yəni Gürcüstana tərəf gedirdi. Albaniya dövlətinin qüvvələrini yenidən cəmləşdirib Roma istiqamətində hərəkət etdi. Bax, yadında qalsın. Albaniya başladı bunun arxasınca hərəkət etməyə və gəldi Qanıq çayı sahillərinə. Bu Qanıq çayı da Kürçayının qollarından biri olub. Və Pompey eradan əvvəl 65-ci ildə Alban ordusuna doğru yürüş etdi. Yaxşı. Deməli 65-ci ildə Qanıq çayı sahilində baş verən döyüşdə kim məğlub oldu? Pompey. Qanıq çayı sahilində baş verən döyüşdə. Burada Kozis başçılıq edir. Kozis. Yaxşımı? Hiylə işlədir, bəli. Pompey ilə Kozis də bir-biri ilə yaxşımı? Elə bil ki, Kozis nizə atır, Pompeyi yaralamaq, çünki onun atdan geyindirdiyi, onu qorumuşdu. Aysa. Amma Pompeyin atdığı nizə Kozisi ölümcül yaralandı. Yaxşı. Sonra bir də salamat qalan o Alban qoşunları meşədə qaçıb gizlədir. Pompey də eləmir tənbəllik, meşəyə od vurur. Meşəni yandırır. Amma Alban qadınları vuruşmuşdu. Alban qadını əsir Appian yazırdı ki, əsir alınanlar arasında çoxlu qadınlar da var idi, yaxşımı? Sonra Qanıq döyüşündə yaxşı. Niyə Romalılar qalib gəldi? Çünki bayaq əvvəldə dedim, silahları yox idi, aysa, pis silahlanmışdılar. Albanlar suvari cəhətdən, yadında qalsın, Romalılardan üstün idi. Ona görə də Pompey suvari cəhətdən bunlar üstün olmasını istifadə edib hiləyə əl atdılar, hə? Hilə işlədir. Öz kiçik atlı dəstəsini önə çıxardır. Bax, fikir ver, nəyi önə çıxartdı? Atlı dəstəsini. Bəli, atlı dəstəsini önə çıxartdı. Albanlar bunlarla döyüşür. Sonra isə Pompey də nə edir? O atlı dəstələrini önə çıxardır. Bu piyadalar var, onlara da deyir ki, diz üstə çökün, hə? Onlar da qalxanların altında gizlənməyi əmr edir, yaxşımı? Görsə hilə buna deyir. Və nəticədə də arxadan zərbələr endirilir, bu olan orduların hamısını götürür, yaxşımı? Nəysə, indi bu nə istəyirdi? Məqsədim nə idi? Albaniyanın daxili vilayətlərini ələ keçirib hara gəlmək, Xəzər dənizinə gəlmək istəyirdi də, hə? Amma belə deyim də, Oroys geri çəkilir, amma mübarizəni dayandırmır da. Romalılara qarşı yadında qalsın 65-ci ildə partizan müharibəsindən də istifadə edilmişdi. Yaxşı. Yəni Romalılar belə deyim də, Pompey albanların güclü müqavimətini görüb yürüşü dayandırdı. Aydındır. Sonra Alban hökmdarına deyir ki, sən mənim hüzuruma gəl. Oroys da düzdür, ora getmir, amma belə məktub, hədiyyələr zad deyəsən ora göndərmişdi. Pompey də söz sahibini qəbul eləmişdi. Bu haqda Plutarxın müqayisəli tərcüməyə hallar kiçik əsəri var. Orada Kozisin Pompey hücum etməsindən, nə bilim, onların o döyüşə orduza çıxarmasına ətraflı məlumat verir. İndi gəlirik 36-cı ilə. Bax, bu 36-cı il məsələsi biraz qarışıqdır. Çünki həm bu Atropatenada baş verən prosesdə, həm Albaniyada da baş verir. Atropatenada necə? Antoni, şərq belə deyir, hakim idi. Antoni yadına gəlir, 36-cı ildə Atropatena üzərinə yürüş etdi. Nədir? Məğlub oldu da, Fraspa döyüşü baş verdi. Amma öz sərkərdəsi Kanidini hara göndərmişdi? Albaniya. Kanidi gəldi, nədir? Albaniyanı özündən asılı vəziyyətə saldı. Atropatena Romadan bayaq nə dedik? Dedik nə vaxt asılı vəziyyətə düşmüşdü? 1-ci əsrin 1-ci yarısında, aydındır. Kanidinin Albaniya isə Atropatenadan nə vaxt asılı vəziyyətə düşəcək? Deyərsən ki, 36 nədir? Eradan əvvəl 1-ci əsrin 2-ci yarısı. Başa düşdün nə deyirəm? Yaxşı. Yəni, bax, belə bir şeydir. Atropatenaya kim son qoydu? Parfiya. Aysa, Atropatenaya Parfiya son qoydu, ha? İndi Atropatena, bax, xəritədə bir dənə fikir ver. Atropatena yoxdur aşağıda. Çıxıb gedib. Deməli, nədir? Son qoydu da bizim İran dedi ki, Parfiyanın 20-ci ildə Parfiyanın işğalı. Atropatena yoxdur aşağıda. Albaniyada baxır ki, mənim aşağımda hansı dövlət yerləşir? Parfiyada, hə? Cənubdan gələn təhlükəni ölkəsindən sovuşdurmaq üçün Albaniyada kimlə yaxınlaşacaq? Roma ilə. İndi nəticə etibarilə Albaniya olsun, Atropatena olsun, hər ikisinin Roma ilə yaxınlaşmasının səbəbkarı kimdir? Ha? İkisinin yaxınlaşmaq kimdir? Ha, yəni hər ikisi də niyə getdi Roma ilə yaxınlaşdı? Buna səbəb olan Parfiya. Parfiya. Çünki Atropatena da Parfiya ilə yaxınlaşmışdı. Mən bax, izahını verdim onun lövhədə. Bax, par sözü ilə dedimi? Par. Parfiya nə dedi? Əvvəl birlikdə idi Parfiya Atropatena, sonra Roma ilə yaxınlaşırdı. Yaxşımı? Çünki Fraspa döyüşündən sonra artıq Parfiya onu qısqanclıqla qarşılamışdı. O da bunu görəndən sonra Artabaz nə etmişdi? Oğlunu hara göndərmişdi? Roma, Ariobarzan, sonra nə demişdi? Onun orada qalmışdı. Bu da belə. Yəni sözümün canı odur ki, desəm ki, Atropatena Romadan asılı vəziyyətə düşdü. Deyəsiniz eradan əvvəl 1-ci əsrin 1-ci yarısı, amma Albaniya desəm fikir ver, eradan əvvəl 36. O da çevrəndə bəli, 1-ci əsrin 2-ci yarısı. Bu 66-65-ci illərdə baş verən hadisədə mən səndən asılı düşməmişəm. Sadəcə döyüş olub, məğlub olmuşam, müqavilə bağlamışam. Aydındır? Hə, belə. Bu da ki, getdi Albaniya cənubdan gələn təhlükənin mühümü Albaniya ilə yaxınlaşdı. Bu zamanda 36-cı ildə Albaniya hökmdarı Zober olub. Ha, onu da yaddan çıxartma. İndi bax mən getmişəm kimlə dostluq münasibətləri saxlayıram? Roma ilə.
Roma ilə dostluq münasibətləri saxladığımı nə sübut edir? Buna fikir ver. Roma imperatoru Oktavian Avqustun adından tərtib edilmiş kitabə. Kimin adından? Oktavian. Oktavian Avqustun adından nə idi? Tərtibi. Deyirdi ki, öz səfirləri vasitəsilə bizim dostluğumuzu Alban, İber, Midiyalılar özü istəyir. Oktavianın adından tərtib edilmiş kitabə 1. Sonra nə deyəcək? 1-ci əsrdə yaşamış Iosif Flavi. Flavi deyirdi ki, imperator Tiberi, yaxşımı? İber Alban hökmdarlarına, Basilevslərinə Parfiya hökmdarı Artaban ilə müharibə aparması üçün özü pul göndərir, onları maliyyələşdirir. Yaxşı. Iosif Flavi nə deyirdi? İmperator Tiberi, özü İber, Albanlara, Parfiyalar. İndi buradan çıxır ki, Parfiya ilə Atropatena da mübarizə aparır, Parfiya ilə Albaniyada. Yaxşımı? Sonra nə deyəcək? 1-ci əsrdə Qobustanda daş kitabə var idi. Qobustanda, böyük dağın ətəyində idi. Yaxşımı? Qobustan T hərfində yadınızdadır, deyirdim Latın dilində. T Latın dilində kitabə idi. Qobustanda olan kitabə də nəyi göstərirdi artıq? Üzərindəki yazı 84-96-cı illərdə idi ki, bunların əlaqələrin olduğunu göstərirdi. Bir dənə burada hamısı bir dənə salə fikir ver. 1-ci əsrdə Oktavian, Iosif Flavi, Qobustan haqqında məlumatımız 84 o. Bir dənə Adrianda i hərfinə fikir ver. Adrian bizim eranın 2-ci əsrində idi. Yaxşımı? Alban hökmdarı ilə Roma imperatorudur. Səhv eləmirəmsə 98 117 belə olmalı idi bax hakimiyyət illəri. Adrian vaxtında dedik nə idi? Alban hökmdarları ilə dostluq münasibətləri saxladığının şahidi olur. Ümumiyyətlə 3-cü əsrin ortalarına qədər bizim eranın 3-cü əsrin ortalarına qədər Alban nə olmuşdu? Alban Roma dostluğu. Yaxşı. İndi gəldik Alan tayfalarına deyim. Bəli. Alan tayfaları haqqında bir də müəlliflərin əsərində deyəcəm. Alan tayfaları deyirik ki, Şimali Qafqazda, Don çayı ətrafında yaşayan köçəri tayfalar olmuşdular, yaxşımı? Alan tayfaları nə vaxt gəlmişdi? 1-ci, 3-cü əsrlərdə Dərbənd keçidi vasitəsilə, Dərbənd Dəryal keçidi vasitəsilə gəlmişdilər. 72-74-cü illərdə ən böyük yürüşlər olmuşdu. Alanlarla bağlı nə var? Hətta bunlar Atropatena idarə edən Parfiyalıları da məğlub edir, qarət eləmişdi. Buradan belə nəticəyə çıxır ki, Albaniya həm Atropatena, həm də ki Parfiya üzərinə yürüş eləmişdi. Albaniyada nə var idi? Katakombalar idi. Katakomba nə idi? Yeraltı sərdabə qəbirləri idi. Aydındır. Katakombaları yadında saxla. M hərfinə mingə çevir, hə? Bir də hardaydı? Qəbələdə neyləmişdi? Burada tapılmışdı. Neysə, Almanlar öz amma dövlətçiliyin sahiblərini qorumuşdu. Mədəniyyətində də qısa məlumat verəcəm. Elə böyük bir şey yoxdur. Bax, mədəniyyətində böyük Plini. Pliniyə fikir ver Salih. Plini paytaxt. Nə dedim? Aysa. Plini haqqında məlumat vermişdi. Plini paytaxtı. Sonra Strabon deyəsən ki, Strabon Ayniana, Anaryaka şəhərləri haqqında məlumat verib. Sonra Klavdi Ptolomey isə 29 şəhərin olduğunu, Qəbələr, Şamaxı, Alban, bir də bəli, onların adlarını vermişdi. Torpaqqala, başqa şəhərlərdə arxeoloji qazıntılar aparılmışdı. Strabon nə deyirdi? Deyirdi Ayniana, Anaryaka şəhərləri buradadır. Burada yerləşdi. Plini P hərfi ilə paytaxt. Klavdi Ptolomey 29 dənə şəhərəm, amma mən bayaq sizə dedim ki 26 dənə tayfa var, onları qarışdırma. Bəli, 26 tayfa, 29 dənə də şəhərlər vardı. Sonra eramızın ilk əsrlərində nədən istifadə olmuşdu? Su dəyirmanlarından, bir də nə deyəcəksən? Yerli şüşə qablardan. Yaxşımı? Elian yazırdı ki, burada Kaspiyan balıq ovlayırlar, Kaspilər qurudurlar, nə bilim, dəvələrə yükləyib Ekbatan şəhərinə aparırlar. Şişburun adlanan balıqlar var idi. Kaspilər onları belə deyim də, hətta deyirdi ki, balığın iç çalatından yapışqan hazırlanırdı. Elədir ki, o bir həftə suda qoy deyir, o şey qopmurdu da, yəni belə məlumat vermişdi. Suvarma sistemləri var idi, bax burada yadında qalsın. Bu tezə düşən məlumata əsasəndir. Gövur arx idi, bu suvarma sistemlərindən biri. Burada daha çox təsərrüfatın inkişafına gətirib çıxartmışdı. Sonra görüm nə verə bilərik Albanlar haqqında. Şüşə qabları dedik, möhürlər. Hə, bax möhür nə idi Salih? Dövlət yarananda ayradan əvvəl 4-cü əsrdə möhür yaranmışdı. Möhürlər atributdur da, üzük kimi də olurdu. Taxırdılar barmağa. Qapları möhürləyəndə istifadə olunurdu. Yaxşımı? Möhürlərdən biz deyəcəyik ki, tuncdan düzəldilmiş möhürlər idi. Möhürlərin qarşı hissəsində dinin məzmunlu, nə bilim nələr həkk olmuşdu, rəsmlər. Yaxşımı? Və möhürlərdən yenə təkrar eləmədə istifadə olunur. Qapları, zadları möhürləyəndə istifadə olunurdu. Bax, mən sizə bir şey deyim. Beyləqanla Mingəçevirə fikir ver. Mingəçevir bir də hara? Beyləqan. Salih, Mingəçevir və Beyləqanda xalça toxumaq üçün alətlər yadında saxla. Xalça toxumaq üçün nə tapılmışdı burada? Alətlər. Cəhrə. İyi, bir də xana tapılmışdı. Yaxşımı? Ticarət də ki, beynəlxalq ticarət yolları Albaniyadan keçir. Səncə burada necə olacaq? İnkişafına gətirib çıxardacaqdı. Yaxşımı? Albanlarda bax yadında saxla. Pul dəfnələri, qab sözü ilə fikir ver. Qab. Pul dəfnələri hardaydı? Qəbələdə, Ağsuda, Bərdədə. Deməli pul dəfnələri harda tapılmışdı? Amma bayaq mən nə qeyd elədim? Makedoniyada, Albaniyada tapılan ən qədim pullar Makedoniya İskəndərin adını olan pulları idi. Bəli, sonradan istifadə olundu. Elm mədəniyyəti nə idi? Bax Albaniyanın mədəniyyətinə aid məlumatlar biz buradan alırıq.
Yəni şəhər mədəniyyəti inkişaf etmişdi. Bax yadında qalsın. Yunan mədəniyyətinin təsiri burada böyük idi. Bayaq sizə dedim, Qobustanda nə dedim? Qobustan T hərfi ilə T Latın. Amma Şəkinin böyük Dəhnə kəndində Dəhnə N hərfi ilə nə demişdim? Yunan yazısı tapılmışdı. Hətta bu 1902 2-ci əsrə aiddir Dəhnə. Qobustan 1-ci əsrə aiddir. Onları qeyd elə dəftərində. Sonra nə deyə bilərəm? Məncə heç nə. Böyük Dəhnə kəndində dedim. Memarlıqda da dedik ki, ictimai binalar idi, məbədlər idi, nə bilim, müdafiə qalaları çiy kərpicdən hörülmüşdü, nə bilim belə də. Onları mədəniyyət hissəsinə baxarsan, bir də Qarabağda nə var idi? Daşdan yonulmuş insan heykəli qeydə alınmışdı, yaxşımı? Bu Qarabağın dağlıq və düzənlik hissəsinin vahid etno məkana daxil olduğunu göstərirdi. Etno mədəni məkana daxil olduğunu göstərirdi. Sonra görüm nə, bir də nə deyəcəm mən sənə? Bunların yazı sistemindən deyim. Hələ deyir ki, bunlar nə idi onun adı? Əhəmənilər dövlətinin tərkibində olanda yazı ilə tanış idilər. Sağlam ol. Deməli biz Əhəmənilər dövlətinin tərkibinə nə vaxt daxil olmuşduq? Eradan əvvəl 550-dən 330-a. Bu neçənci əsr edir? 6. 6-cı əsrdə 1-ci minillik. Görsən kitabda yazır ki, fikir verərsən orada oxuyanda. Əhəmənilər dövlətinin tərkibində olar ki, yəni 1-ci minin ortaları yazı ilə tanış idi. 1-ci minin ortalarında yazı ilə tanış olanlar Yunan yazısı ilə bayaq dedik, yaxşımı? Şərqdə istifadə Latın, T, Qobusu. Hətta qabaq deyirdi ki, Oroyla Pompeyin məktublaşdırması var idi 3-cü əsrdə. Saxsı qablar üzərində bəzi sənət nümunələrdə göstərirdi ki, 1-ci minilliyin sonlarında bunlarda yazı sisteminin inkişaf etdiyini göstərirdi. Dəhnəni də dedim, daş kitabı dedim, Yunus. Bir də nə deyəcəm sənə? Bu təzə düşür dərsliklər əsasındadır. 1975-ci ildə Misirdə, Sinay yarımadasında. Monastirdə tapılmışdı nə? Yazılı mənbə. Harda? Misirdə harda? Sinay yarımadasında. Alban mənbələrində də qeyd edilir kimi, bax bu məbəddə də nə deyim onu sən məbəd qədim türkçədə necə adlanırdı? Tapınaq adlandırılmışdı, aydındır. Sonra gəldik nəyə? Bütpərəst idilər. Yunanlara sitayiş edirdi. Yunan Allahı Zevis, Helios, Selena. Kimə? Zevis, Helios, bir də Selenaya nə edirdilər? Sitayiş edirdilər. Sonra qazıntılar zamanı yadında qalsın. Qəbir abidələrindən daş heykəllər əldə edilmişdi. Yaxşımı? Bu heykəllər də yerli əhalinin dini görüşünü özündə açıb göstərmişdi. Məsəl üçün, sonra nə deyə bilərəm mən sizə? Heç nə. Gəl Albaniya Atropatena birdən 2 dənə yekunlaşdırma bir şey deyim. Bax, Albaniyada, Parfiyada, Selevkilərdə Roma ilə mübarizə aparıb. Yaxşımı? Kimlər? Albaniya, Parfiya, Selevkilər. Selevkilər nə vaxt Parfiya deyilir? Nə? Müharibə Roma ilə. Sündəfədə. Bəli. Eradan əvvəl 223 daha. Bəli, 190. Parfiyada bayaqda nə deyirik? Eradan əvvəl 53, 38, 36, bəli. Burada Albaniyada məlum məsələdir. Albaniyada yerli şüşə qabları, su dərmanlar istifadəsi nə vaxtdır? Eramızın ilk əsrlərində. Sonra dedik, Makedoniya imperiyası parçalanması nəticəsində yaranmaları, məsəl üçün Atropatena Albaniya oxşardı. Roma ilə Parfiya ilə mübarizə, bax yenə deyirəm. Çox uşaqlar Parfiyanın Albaniya ilə müharibə aparmasını götürmür, amma səhv eləyir. Çünki nə dedim, bayaq dedim, İosif Flavi nə məlumat vermişdi? İmperator Tiberi dedi, Albanlara, İberlərə özü pul göndərir, maliyyələşdirirdi ki, kimdən mübarizə aparsın? Parfiyadan. Bəli. Bir də nə deyəcəkdim mən sənə? Bir də pullardan istifadə olmuşdu. Bunu yəni dönə-dönə qulaq asırsan bunları. Sonra başlayır 4 dənə test bankdan işləməyə, yaxşımı? Ondan sonra da Atropatena Albaniya qarşılıq şəkildə sual cavab verim, keçirik ümumi tarixə, yaxşı. Məncə istəyirsən al kitabda bax ya nəsə, məncə o qədər çətin deyil, sadəcə biraz söz yığını çoxdur. Əsas məlumatlara baxırsan, mədəniyyətlərə məncə kifayət eləyəcək, yaxşı.